Salam değerli izləyicilərimiz. Bugün Qəbələ rayonunda kanata qalxan yolun üzərində yol kənarı belə bir 7 sot içərisində 2 mərtəbəli villamızı satışa çıxartdıq. Çox gözəl yerdə yerləşir. Evin qarşısından keçən yol həm Polad Həşimova, həm də Heydər Əliyev prospektinə çıxır. Kanata yaxın bir ərazidir. Belə bir besetkası. Hər yanı bağlı, hündür hasarlı və evin hər tərəfindən də belə bir aralığı var. Paket kupçadır evimiz. Evimiz paket kupça və belə dağ panorama. Evin üzü birbaşa dağlara baxır. Üç tərəfdən də belə görünüşü dağlardır. İndi isə evin içərisindən sizlərə tanış edirəm dəyərli izləyicilərimiz. Girişimizdə belə bir zalımız var. Hal-hazırda yaşayış yoxdur burada. Solda belə bir geniş mətbəximiz var. Və burada sanitar qurşağı. Hamam və sanitar qurşağı ayrı-ayrıdır. Və qalxdıq ikinci mərtəbəyə. Bu bir otaq. Və otağın içərisində sanitar qurşağı. Və bir yataq otağı. Və bir yataq otağı da burada. 3 yataq otağıdır. Və buranın da ayrı sanitar qurşağı. İkinci mərtəbədə 3 sanitar qurşağı, 3 yataq otağı. Belə bir gözəl evimiz, dəyərli izləyicilərimiz satışa çıxdı. Evimiz çox gözəl yerdə yerləşir və qoşa divar, hər bir şəraiti tam əşyanla. Bax, belə bir evimiz satılır. Əlaqə saxlamaq üçün səhifəmizdəki nömrəmizdən əlaqə saxlaya bilərsiniz. Birbaşa sahibindən alqı-satqı edə bilərsiniz. Belə bir gözəl ev.